Yeni videodan hamıya salam. Bu dəfəki videoda qrupumuzda verdiyimiz əməliyyatlardan necə yararlanmalısınız, harda səhvlər eləyirsiniz və sair ilə axır bunlardan danışacağam. Çünki axır vaxtlar qrupda bəzi şeylər görürəm ki, məsələn əməliyyat verilir və bəzən kifayətlənə bilmirsiniz, bəzən bundan əlavə digər səhvlər edirsiniz. İndi gəlin bir-bir o etdiyiniz səhvləri, etdiyimiz və yaxud səhvləri belə deyim, üstündən keçək və baxaq görək ki, bu səhvlər nələrdir və onlar haqqında detallı danışaq. Başlayaq birinci səhvləri yazaq və daha sonra sizə sxem şəklində izahlı göstərəcəm ki, bizim səhvimiz hardadır əsasən. Birinci növbədə, məsələn, ümumiyyətlə bura bir dənə siqnal yazım, qoy gözümüzün qabağında olsun. Tutaq ki, bir dənə buy siqnalıdır, hələlik belə bir şey yazım. Buy siqnalı vermişəm, 4915 girişlər və olsun 4900 neçəyə düşür? 9-a məsələn. Bunu da indi belə eləyək. Hə, bu bizim girişimiz. Bu da alsın belə. Bunun üzərindən, bu nümunənin üzərindən indi izah edəcəm. Tutaq ki, bir növbəli səhviniz. İlk girişdən yüklənmək. İlk girişdən yüklənmək. Yəni, əməliyyatın ilk girişinə gəldikdə, tutaq ki, bazar hələ 4915 qiymətindədir və siz balansınızla aça biləcəyiniz bütün lotları və yaxud da riskinizdən artıq dərəcədə lotu və yaxud da bu zonada istifadə edə biləcəyiniz bütün əməliyyatların sayını bu ilk girişdə istifadə edirsiniz. Və yekunda nə olur? Bir dəfə, iki dəfə qəşəng profit qazanırsınız. Bu sizə şirin gəlir. Amma növbəti dəfələrdə bazar bütün girişləri açanda siz ya liq olursunuz, ya həmin o bütün girişləri açandan sonra 40-50 pips verəndə siz profitdə olmursunuz və əməliyyatları əldə saxlamağa davam edirsiniz. Və yaxud da stop olanda da ilk girişdən çox yükləndiğiniz üçün yenə də böyük itkiyə məruz qalırsınız və heç stopa və yaxud da elə vaxt olur ki, heç stopa çatmadan əməliyyatınızı itirirsiniz. Ən başlıca səhvlərinizdən biri budur. Bunun səbəbi nədir? Bəzən elə olur ki, həftənin bir günü boş keçir, ikinci günü ancaq qiymət ilk girişdən qayıdır və yaxud heç girişə gəlmir verdiyimiz əməliyyatlarda. Başa düşürəm, bu biraz psixologiyaya pis təsir edir. Amma biraz mövzuya başqa bir perspektivdən baxmaq lazımdır. Yəni, ola bilər bugün giriş verməz, bugün gələr ilk girişdən qayıdar. Amma bu o demək deyil ki, biz öz planımızdan çıxmalıyıq. Çünki bu işin o biri tərəfini fikirləşəndə, sonradan bu risk idarəsini eləməyib, bu ilk girişdən yüklənməyə görə hesabımızın liq olacağını fikirləşəndə heç də qəbul oluna biləcək bir hadisə deyil. Ona görə çalışın bu ilk girişdən yüklənmək məsələsini aradan qaldırın. Dediyim kimi, bunun səbəbi məhz odur ki, bəzən olur ki, bir neçə gün dalbadal ilk girişlərdən əməliyyatlar qalxır və sizdə də nə fikir yaranır? Şansı qaçırmaq hissi gəlir sizə ki, siz hər hansısa bir şansı qaçırdınız. Amma bu belə deyil. Onsuz da biz trade edirik, yəni dəqiqələr içərisində pul qazanırıq. Yəni maksimum səbirli olmalıyıq. Onsuz da elədiyimiz iş, əgər psixologiyanı düzəltmişiksə, hər şeyi tam yerinə oturtmuşuqsa, rahatdır. Amma siz bu səhvləri etsəz, təbii ki, siz işi özünüzə çətinləşdirəcəksiniz. Yəni çalışın bu ilk səhv dediyimiz səhvi ilk girişdən yüklənmək məsələsini etməyin. İndi növbəti videonun sonlarında ümumiyyətlə əməliyyatları necə açırıq, nə edirik, onları da izah edəcəm. Daha sonra etdiyimiz səhvlərdən biri stop olmamaq. Stop nöqtəsində stop olmamaq. Bu da çox böyük səhvlərdən biridir. Bunu da etmək səbəbimiz nədir? Bəzən olur ki, stop oluruq. Stop olduğumuz nöqtədən bazar başlayır, stop edir bizi, daha sonra profit verir. Bir neçə dəfə bu hadisə başınıza gəlir, stop olmayıb gözləyirsiniz. Yenə sizə şirin gəlir ki, hə, deməli stop olmayıb gözləsən, bazar qayıdar buradan. Amma yenə də bu sizi uçuruma aparan bir şeydir. Çünki siz zona daxilində, məsələn 4015-09 daxilində əməliyyatlarınızı açmısınız, qəşəng yüklənmisiniz. Artıq riskimizə uyğun sizin nöqtə haradır? Stop nöqtəmiz. Tutaq ki, stopumuz da 4905-dir. Siz artıq onu gözləyəndə o əməliyyatı və əgər bazarda bir təhsil olsa, müəyyən bir xəbər olsa, trend dəyişsə və yaxud strategiya həmin vaxt işləməsə, nə olacaq? Siz stop olmayacaqsınız, amma liq olacaqsınız. Bunun yekunu budur. Çalışın həmişə stopa sadiq qalın. Onsuz da şükür Allaha gec stop oluruq. Yəni qrupda olanlar, YouTube-dan videolarımıza baxanlara bəlkə də bu aydın gəlməyəcək bu danışdıqlarım, amma
Neçə vaxtı qrupumuzun üzvü olanlar, siqnallarla əməliyyatlar, bizim əməliyyatlarla işləyənlər bilir ki, şuralar gec stop oluruq. Yəni bu stop olmaq sizə bir dəfə stop olmaq sizə heç nə eləməyəcək və yaxud 2 dəfə ayda stop olmaq sizə heç nə eləməyəcək. Biz çalışmalıyıq ki, o win rate-i qoruyaq. Elə bu mövzudan da digər bir mövzu var ki, biz məsələn stop olmamaq üçün nə edirik? Məsələn bizim işimiz nədir? Biz scalp edirik, düzdür? Nə edirik? 30 pips, 40 pips, 50 pipsdə əməliyyatlarımızı break-even edirik və əməliyyatdan belə deyim, break-evendə qalaraq çıxırıq. Əməliyyatdan break-evendə qalaraq çıxırıq. Bəzən siz bunu qəbullanmırsınız. Məsələn, break-even edirik tutaq ki 40 pipsdə, siz break-even eləmirsiniz. Hələ də əməliyyatları saxlayırsınız. Biz məsəl üçün mən məsələn qrupda və yaxud digər riskin düzgün idarə edənlər qrupda break olur. Müəyyən bir kütlə isə nə edir? Break olmadan əməliyyatın təzədən bizi profitə keçirməyə gözləyir. Amma bu da yanlış düşüncədir. Bizim break-even etməyimizin səbəbi odur ki, biz scalp edirik. Amma scalp eləməyimizə baxmayaraq biz bu win rate-i qorumalıyıq. Çalışmalıyıq ki, ay ərzində çox stop olmayaq. 1-2 dəfə falan stop olaq. Mənim bu break-even'i tez etməyimin məqsədi odur ki, biz onsuz da scalp edirik. Bizim üçün 40-50 pips idealdır. Onsuz da break olmadığımız əməliyyatları 100 pips, 200 pips arası sıxırıq. Bu 50 pips də bu 100 pipsin yarısıdır. Yəni siz əməlli başlı profitdə də keçirir. Yəni mənim də o əməliyyatları 30 pipsdə, 50 pipsdə, 40 pipsdə break etməyimin səbəbi odur ki, əgər zona, yəni strategiyaya uyğun giriş etdiyimiz yer işləməsə, biz stop olmayaq. Ən azı break-even'dən çıx oradan. Çünki bizim etdiyimiz strategiya elədir ki, biz əgər scalp ediriksə, biz swingçilər kimi məsəl üçün nə bilim 1-in 4-ə, 1-in 2-yə, 1-in 3-ə bu formalı gözləmirik. Stopumuz nisbətən uzaqdır bizim. Bizim ona görə istifadə etdiyimiz strategiyada əsas məqsəd odur ki, biz gec stop olaq və ola bilər strategiya 10-undan məsəl üçün 10 girişdən 6-sı, 7-si yaxşı işləyər, 3-ü, 4-ü yaxşı işləməz. Problem deyil. Amma biz scalp edirik deyə bu bizim üçün problem ola bilər bəzən əməliyyatları o qədər saxlamaq. Ona görə də nə edirik? Tez break-even oluruq. Bunu da dediyim kimi yenə etməyimizin səbəbi odur ki, əməliyyatın o 2-3 dəfə işləmədiyi, strategiyanın o 2-3 dəfə işləmədiyi hissədə biz əməliyyatlarımızı break-even eləyək. Strategiya işləməsə belə biz oradan həm profitlə çıxaq. Çünki biz break-even eləyəndə həm də əməliyyatlarımızın bəzisini bağlayıb profit götürürük. Həmçinin də saxladığımız əməliyyatlar sıfır risklə bağlansın. Sıfır riskli olmasa dediyimiz kimi strategiya işlədiyi vaxtı və 100-200 pips arası profitimizi götürəcəyik. Məsələn, bəziləriniz bunu qəbullanmırsınız, ilk girişdən yüklənirsiniz və yaxud nə bilim, hələ də 40-50 pips sizə yetmir. Amma gəlin bunu indi burada göstərim, izah edeyim sizə ki, biz necə profitdə oluruq. Tutaq ki, bizim ortalama neçə girişimiz var? 5 dənə giriş çəkeyim, yaxud 6 dənə. 1, 2, 3, 4, 5 və 6. Lotlarımız təxminən necə açırıq? Biz layer trading edirik, bilirsiniz. Hər dəfə girişlərə gəldikcə qiymət əməliyyatlarımızı artırmalıyıq. Yəni ilk giriş etdiyimiz nöqtə növbəti giriş açılanda o birisindən daha çox olmalı. Yəni ki, mən burada 0.01 atmışıqsa, burada 0.02 olmalıdır, 0.03 olmalıdır. Yəni əməliyyatlarımızın sayını artıra-artıra getməliyik ki, bu əməliyyat bu zonaya gələndə, məsələn buralara gələndə, artıq buradan qalxış eləyəndə, bizə məsələn buralara artıq gələndə biz bu aşağıdakı əməliyyatlar yavaş-yavaş hər dəfə özündən sonraki əməliyyatı pakrivat eləsin. Yəni ki, onun zərərini ödəsin, plus da profitə keçirsin. Yəni məsələn standart eyni atsaq, buradan 0.02, 0.02, 0.02 atsaq, bu bunu maksimum pakrivat eləyə bilər, yəni başa-baş eləyə bilər. Amma biz buradan hər dəfə əməliyyat artıra-artıra açanda, yəni 0.01, 0.02, 0.03 belə açanda, aşağıdakı əməliyyat artıq qiymət yuxarı qalxanda həm yuxarıdakı girişlərin, zərərdə olan girişlərin zərərini ödəyir, başa-baş eləyir, həm də bizi profitə keçirir. Gəldik 40-50 pipsin bizə necə profit verməsi məsələsinə. Tutaq ki, girişlərimizi normal şəkildə elədik. 0.01 birincidən, sonra 0.02 ikincidən, 0.03 3-dən, 0.04 neçə dənə giriş açıb tutaq ki,
Tutaq ki 5 dənə giriş açsın. 6 dənə girişimiz var, hamısını açmayıb 5 dənəsini açıb. Biz də əməliyyatlarımızı çox sadə, gözəl şəkildə açmışıq, artır-artır getmişik. Bura kimi hər şey idealdır. Deməli, qiymət bura gəlib 0.05-ə qədər, yəni 5-ci girişimizə qədər gələndə artıq oradan qiymət tutaq ki 30-50 pips arası biz break-even eləyirik. Gəlin ortasını götürək 40 pips. 40 pips biz profitdə olanda bizdə vəziyyət necə olur? Gəlin baxaq. Deməli, 0.05 ilə açdığımız əməliyyat olur plus 20 dollar. Bir dəqiqə. 0.05 ilə açdığımız əməliyyat olur plus 20 dollar. 0.04 ilə açdığımız əməliyyat artıq burada 0.04 ilə etdiyimiz giriş 30 pips profitdədir. Olur plus 12 dollar. 0.03 ilə etdiyimiz əməliyyat burada plus 20 pips profitdədir. Olur plus 6 dollar. 0.02 ilə açdığımız əməliyyat olur plus 2 dollar. Və 0.01 ilə açdığımız əməliyyat olur plus 0. Yəni bu başa-baş bağlanır. Yəni tutaq ki bizim break-even nöqtəmizə gəldi. Biz artıq burada 32, 38, 40 dollar profit oluruq. Düzdür? 40 dollar bizim totalda profitimiz var. Belə olanı nə edirik? Məsəl üçün 0.02-mi, 0.03-mü, 0.01-mi bağlayıram. 0.04-ün məsələn yarısını bağlayıram. Aşağıdakı əməliyyatımı da saxlayıram, break-even eləyib. Gözləyirəm ki 100 pips məsəl üçün 150 pips profitdə də onu bağlayaram. Qəşəngdə profit götürərəm. Yəni eləməli olduğumuz budur. Bəzən qrupda biz 40 pipsi, 50 pipsi bəyənmirik. Amma görürsünüz məsələn, əgər biz düzgün giriş eləmişiksə, əməliyyatlarımız normal giriş açıbsa və 40 pips biz profitdə isə, artıq biz 40 dollar plusda olacaq. Hətta close hold da eləyə bilərik. Yəni ki 40 dollar ideal nəticədir. Və yaxud 30 pips belə olsa, bu yenə bizi qəşəng profitə keçirir. 15 dollar, məsələn, 8, 3, düzdür, 0, bu nə qədər zərərli olacaq? Bu da səhv eləmirəmsə 1 dollar zərərli olur, belə. Buna minus 1 eləyək, minus 1. Burada deməli 23, 26, 25 dollar da burada plusda olur. Yəni görürsünüz, o bəyənmədiyiniz 30-50 pipsə biz əməliyyatlara bu cür səliqəli şəkildə girəndə bizi profitə keçirir. Yəni siz, amma mən durub gəlib, nə bilim, buradan 0.08 açsam ilk girişdən, nə bilim, buradan 0.04 açsam, gəlsəm görəcəm ki, nədir, marjinin yoxdur, girəmirəm, başlayacam buradan 0.1 falan açmaq. Burada nə olacaq? Artıq 30 pipsə 3 dollar bu verəcək, nə bilim, 2 dollar bu verəcək, 1 dollar bu verəcək, məsələn. Bu tutaq ki, bir dəqiqə, bu tutaq ki, başa-baş bağlandı. Burada nə olacaq? Artıq burada zərər edəcək. Məsəl üçün edirəm də bu. Bu təbii ki, bizə sərf eləmir. Yəni çalışmalıyıq ki, əməliyyatlarımızı səliqəli açaq və biz scalp etdiyimiz üçün o 30, 40, 50 pipslərlə razılaşa bilək. Çünki bunlar həqiqətən də bizi, əgər əməliyyatlarımıza düzgün girmişiksə, profitə keçirir. Yəni bizim sistemimiz sırf budur. Onun da səbəbini dediyim kimi, swing trade eləyə bilərik. Uzun müddətli məsələn o strategiya ilə trade eləyə bilərik. Onda da daha böyük take profitlər gözləməliyik. Amma biz scalp edirik deyə balaca zonada 10 dollar zona nədir ki, orada nə qədər çoxlu əməliyyat açdırırıq deyə üzr istəyirəm. Orada nə qədər çoxlu əməliyyat açdırırıq deyə qazancımız çox olur. Zərərimiz də həmçinin belə olanda çox olduğu üçün ona görə ehtiyatlı davranmalıyıq. Strategiya işləməsə belə bəzən, ona görə break-even'də çıxmaq ən ideal seçimdir. Məsələn, bu həftənin 5-ci günü bir dənə giriş verdim, qrupda olanlar bilər. 50 pips profit verdi, amma sonradan break elədi bizi. Əslində zona qəşəng zona idi. Sonradan Cabbar mənim tanışsınız, o da qrupda, məsələn, o zona dedi ki, giriş verə biləcəyim zona idi və s. Görürüz, məsələn, orada əslində stop ola biləcəyimiz bir zona idi gözləsəydik. Amma biz nə elədik? Ən ideal seçim elədik. 50 pips profitdə çıxdıq. Bu da bizi nə elədi? Qabağa saldı təbii ki. Həm profit götürdük, həm də strategiyanın bəzən işləməməyinə baxmayaraq stop olmadıq. Əksinə profit götürdük. Belə, biraz çox danışdım, özümün də başı ağrıdı. Amma bu video vacibdir. Çünki istəmirəm ki, qrupda olanlar, yeni qoşulanlar və yaxud neçə vaxtdır qrupda olanlar fərqi yoxdur. Qrup üzvləri istəmirəm ki, zərər eləsin. Belə işləsəz, həqiqətən profit eləyəcəksiniz. Ola bilər, bəzən gəlir birinci girişdən 100 pips, 150 pips verər. Olsun, 0.01 ilə 0.02 ilə 20-30 dollar, 15 dollar, 10 dollar qazan. Yəni,
Vacib deyil ki, hər gün qazanasınız, vacib deyil ki, hər gün çoxlu profitlər eləyəsiniz. Yəni həmin gün giriş olacaq, girişlər açacaq əməliyyatlarımız, profit eləyəcəyik. Olmayacaq heç nə, səbrlə gözləyəcəyik. Yəni ki, onsuz da səbirli olanda onsuz həftənin ən azı 3 günü 3-4 girişli əməliyyat olur da. Bizə qalır nə? Sadəcə səbirli olmaq. Çalışın bunlara əməl eləyin. Hələ ki fikirləşirəm, etdiyiniz səhvlərdən başqa nəsə gəlmir ağlıma. Yəni bunlar da ilk girişdən yüklənməyin. Stop nöqtəsində stop olun mütləq. Stop lossu yəni dəyişdirməyin. Stopa sadiq qalın. Bəzən də take profit olmağı bacarım müəyyən hisslərdən. Belə videonun sonuna gəldik. İnşallah sizin üçün bu video xeyirli olmuşdu. Mən çalışdıqca sadə izah eləməyə çalışdım. Bilmirəm nə qədər sadə alınıb. Belə xeyirli olsun inşallah işlə. Növbəti həftə, növbəti videolarda görüşərik. Sağ olun.